Mənim Öyüdbəş Şirinov Məhəmmədoğlu. Zəngilan rayonunun Gəyəli kəndində anadan olmuşam. 8-ci sınıfı orada bitirmişəm. Sonra şəhərə gəlmişəm. Sumqayıt şəhərinə. Atam bir qaçqın gələndə İrandan gəliblər. Yəni adlayıblar da Arazdan. Arazdan adlayıblar. Çox pis vəziyyətdə. Üstləri, başları, yağış, qar, nə bilim. O vaxt elə sulu qarcad yağırdı da. Arazdan vurub keçiblər nəsə İrana. Bacımgildə, yəni bacımın yoldaşı, uşaqları. Hamısı İrandan adlayıblar. Çünki qabaq yol bağlı idi. Ermənilər qabaq yolu tutmuşlar, bağlamışlar. Yeri yox idi başqa yolla girməyə. Bunların da əllərində heç nə olmuyor. Bir dənə qızılları olub üstlərində. O qızılları İranlılara satıb heç olmasa gedib çıxa bilsin də, yəni Azərbaycan adlaya bilsin. Nəsə 3 gün qaldılar orada, o qızılları da satıblar İranlılara. İranlılar da bunları alladıb yaxşı. Deməli 10 manatdır bizim pul. Onların 100 manatı bizim 10 manat edir. Onlar da artıqdır da 0,1 artıqmış elədir. O vaxtı indi bilmirəm nətədir. O vaxtı əyliymiş. Oradan da gəldilər Bakıya, nəsə keçirdilər bunları. Gəldilər Bakıya uşaqlar hamısı. Gəldilər, buradan getdik. Yer yox idi da, o vaxt çox çətinlik idi. Özümdə mən ofiseldə qalırdım. Evim zadım yox idi. Heç nəyim yox idi. Bu 49 nömrəli uçuluş var burada. O vaxt deməli qaçqınlar çoxu orada idi. Əvvəl Qubadlılar zadda çıxmışdı. Zəngilan qalmışdı yerdə ki. Orada Qubadlılar zadda qalırdı ki. Bunlar da bir dənə otaq oradan düzlük qoşduq. Yəni kömək elədik, sınıfın birinə yerləşdirdik. Yəni zavodda metalların qiymətinə bir dənə butka aldım. Yəni ki, bu butkanı oradan aldım. Bu butkanı alandan sonra gətirdim, qoydum burada. Nəsə danışdım, yerin zadın. O vaxt danışdım, işlədim. Zəngilanlısan da neyini yerə? Dünən maaş almamışım, Allah haqqı. Bir 10 manatını bir apar, Sən Zəngilanlısan da. Zəngilanlığa deyilən qardaşıq, Zəngilanlı qoydular. Anamdır, bu da mənim dostumun anasıdır. Mənim qardaşımdır, atamdır. Köhnə şəkilləridir. Qalan şəkil bunlardır, təzələr. Yəni köhnələrdən qalmış 2 dənə, 3 dənə. Heç nə qalmıyor, hamısı qalıb orada Zəngilanda. Darxanda onlardan bu kasetalar da var o vaxtın. Yəni kamerada da çəkilmiş kasetalarımız vardı. Elə arxamda qoyuram onları, baxıram hərdən, xatırlayıram. Baba atamdır. Qohum əqrəbədə, qaynanam, nə bilim, anam. Elə vətən deyə xəstəliyə tutuldu, şəkər xəstəliyinə. Fikri xiyala qalmışdı kətdə. Hərdən baxıram bunlara, özümə təsəlli verirəm ki, belə elə. Baxma da oranın yerini, buranın yerini deyil. Deyərdim ki, kəndimizə köçək, gediş-gəliş olsun, həmişə kənd cəmaatda bir yerdə olsun. Qabaq əvvəl necə olub, hələ də olsun. Atamın, anamın arzularını yerinə yetirərdim. O evi tikərdim təzədən, bərpa eləyərdim. Biz burada nə qədər də yaxşı yaşasaq da, amma oranın yerini verməz axı.